Goranboy rayonunda Novruz bayramı ümumi tədbirləri çərçivəsində bayram tədbiri keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edildi, əziz xatirəsi ehtiramla anıldı. İcra başçısı Goranboyluları xalqımızın milli adət-ənənələrini də özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək, can sağlığı, bol ruzi və sülh əmin-amanlıq arzuladı. Rayon rəhbəri qeyd etdi ki, əsrlərin sınağından çıxmış bu bayram bizim milli bayramımızdır. Müstəqilliyimizin bizə bəxş etdiyi ən dəyərli irslərdən biridir. Xalqımızın müqəddəs bayramına çevrilmiş Novruz, insanlar arasında dostluq və qardaşlıq duyğularının bərqərar olması üçün həmişə gözəl zəmin yaratmışdır. Tədbirdə prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cığatə Lisa qızı, Gəncə Dövlət Filarmoniyasının solistləri, Leyla Camal və yerli öz fəaliyyət kollektivlərinin təqdimatında bayram konserti nümayiş etdirildi, folklor nümunələri təqdim edildi, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirildi və bayram tonqalı yandırıldı. Bu sevginin adı sizlersiniz, bizlerik ve bir de dünyaya güneş gibi doğan Azerbaycanımızdır.